Niftəliyev Murad Niftaloğlu 27 aprel 2025-ci ildə Moskvada itkin düşmüşdü. Onu biz axtardıq. Məlum oldu ki, Murad anasını aldadıb, müharibəyə gedib və sonra da başladıq. Hazırıq Samirə. Başladıq onun araşdırmasına. Məlum oldu ki, artıq neçə müddət imiş ki, Murad müharibədəymiş, sadəcə anasından gizlədirmiş, bir neçə dəfə hətta yaralanıb və hər dəfə hospitalda olan anası ilə danışırmış. Yəni heç nə sizdə bir axtarışla bu sizin oğlunuzun Luganskdakı hərbi hissəsi, hərbi hissənin nömrəsi və indi isə hazırsan. Alo. Alo. Vay 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 vay. Bilirsən bu kimdir? Murad, oğlum, səni danışdırıram. Gözün aydın olsun. Gözün aydın olsun. Ay Allah, bir dənə alo desəydi. Buna çox əziyyət çəkdik biz. Çox həqiqətən də kömək edən hər kəsə təşəkkür edirəm. Adını mənim ən yaxın dostlarımdan biri yardım etdi. Adımı deyir çəkmə. Yəni elə insanlar var ki, onlar istəmirlər və sadəcə mənim düzdür. Murad dəfələrlə qaçdığına görə orada aha. Murad. Alo. Ay Murad. Maman qurban, haradasan ay oğul sən? İndiyə qədər məni niyə incidirsən? Ben məndən niyə gizlədirsən sən müharibəyə getdin? Ben bir aydır çöllərə düşmüşəm. Xoşqədəm xanımın verilişinə çıxmışam. İndi danışa bilmirəm. Sizdən gəlirəm danışarıq, olar mı? Ay, sənin telefonun niyə işləmədi? Murad. Xoşqədəm Eşidirsən? xanımdan. Murad. Sən ananı səni 40 günlüyündən, səni tək başına böyüdən ananı bu vəziyyətdə arxası üstə qoymamalıydın. Sənin nə gəzirsən sən müharibələrdə? Sənin anan burada nə vəziyyətlər yaşayır? Al, qapattı telefonu. Əziyyət çəkidi. Bu həyatlardan günündə kim mənə kömək eləyib? Kim Muraddan ötürü əlini göyə açıb dua eləyib? Hamısına təşəkkür eləyirəm. Gözün aydın olsun. Çox sağ olun. Bütün balaları Allah saxlasın, içində də Muradı. Amma Bütün bu verilişiniz uzun ömürlü olsun. çox sağ ol. Uzun Minnətdaram. ömürlü olsun. İndi səni yola salıram. Sizin haqqınıza girənlərə də mən hər şeyin dəqiqini, reallığını gördüm. Çox sağ olun. Çox Bir sağ ol. daha hamınız çox sağ olun. Teşekkür ederim. Çok sağ ol. Çox sağ olun. Çok sağ ol. Oradan və qeyd edeyim ki, Muradın artıq yerini də müəyyən etdik və beləliklə dostlar, Murad anasına telefonunu verin, anaya telefonu verin.